Nabran olanda onlarda heç nə yox idi. İndi onlarda hər şey var, bizdə heç nə yoxdur. Biz yerimizdə. Baxın, dəyərli vətən, deyirsə Bakı gözəldir. Adam nə gözəldir? Bakı poxdur, pox. Nə gözəldir? Küləklər şəhərini quşlar, cırıqlar, petxular, fahişələr şəhər eləyiblər. Deyirsiniz ki, Bakı gözəl imiş. Arası gözəldir. Bir dənə bulvar tərəfdə o Formula 1 keçirilən yerləri düzəldiblər. Turist gəlsin, İlhamın otellərində ərəblər bazlıq eləsin. Vəssalam, başqa nə ediblər? Turistlər gəlməsi üçün Jackcanı gətirdilər. Turistlər gəlməsi üçün qızmış dondurmaçını gətirdilər. Turistlər gəlməsi üçün ölkədə ədalət olmalıdır, qanun olmalıdır. Qanun şah olan ölkəyə gəlir turistlər. Kimsenin ölkəsinə turist getdiyini görmüsünüz? Hələ Türkmenistan, Özbəkistan, hələ Qazaxıstan sivilizasiyalıdır. Qazaxıstan olsun. Ay ki, diktatorların ölkəsinə turist gəldiyini görübsünüz. Gəlir, işləməyə gələnlər var və yaxud iş adamları gəlir. Məsələn, Moskvaya. İnanın Allaha, Rusiyanın qanunlarına, devlətinə görə yox, Nataşanın, Alyonanın ağ baldırına görə gələn adamlardır Moskvaya gələnlər, Hindistanlılar və başqa Pakistanlılar. Nə danışırsınız siz? Ey mənim canciyər xalqım. Turist o ölkəyə gedir ki, orada sərbəstlik var, orada qanun şahdır, orada hər şey gözəldir, qiymətlər ucuzdur, orada kriminal yoxdur, orada otellərə kamera qoyulmayıbdır, orada polis öz şəhidin anasını döyən, qazisini döyən polis ona nə hörmət eləyəcək? Ha? Öz millətini dənizə həsrət qoyan, sərhədləri bağlayan bir ölkədə turistin nə işi var? Ala baxın, düz deyir bu adam. Bakıda belə gözəl yer varmı? Baxın, baxın, ala baxın. Bizdə Nabran olanda onlarda heç nə yox idi. İndi onlarda hər şey var, bizdə heç nə yoxdur. Biz yerimizdə sayırıq. Bəli, bu gördüyünüz şəhər Miami deyil. Bu gördüyünüz şəhər Singapurda deyil. Bura Batumidir. Gürcüstanın Qaradəniz limanlarından biri və kurort şəhəri. İndi Batumi bütün dünyadan məşhurdur. Dünyanın hər yerindən bu şəhərə dincəlməyə gəlirlər. Öz əyləncəsi, gözəlliyi, müasir binaları ilə Batumi hər kəsin sevimli şəhərinə çevrilib. Bizim Nabran isə artıq unudulub. İnsanlar Nabrana getmək belə istəmirlər. Çünki ora çirklidir, çünki ora bahadır, çünki orada infrastruktur yoxdur. Dincəlmək üçün heç bir şərait yaradılmayıb. Buna bax, millət kef eləyir, ay, buna bax, ay qardaş. Ay gözəl insanlar, indi gəlin sizə bir şey deyim də. Gəlin sizə bir şey deyim. Bax, bir sual verirəm sizə. Bakının kanalizasiyası hara axır? Hamısı dənizə axır. Çirkli neftin, o atfot qalıqları hara axır? Hamısı dənizə. Ki, Alatava, Qaratava, Atyalı, İtyalı, o tərəfdə Saray, Maray, hamısının kanalizasiyası hara axır? Ceyranbatana axır. Ceyranbatana axır. İndi baxın, Gürcüstana baxın, gözəlliyə baxın. Sizi Allah'a ant verirəm, gözəlliyə baxın. Bəli, bu gördüyünüz şəhər Miami. Görün orada probka var mı? Görün necə gözəldir. Hamısı otellərdir babular, hamısı oteldir orada. Değil. Bu Ay, baxın, ay, gözəlliyə baxın. Bakıda belə şey var mı? Ay, Bakıda belə şey var mı? Baxın, ay millət. Öz axtarsanız, arasanız bu binaların bir çoxu İlham Əliyevindir. İlhamın o qeyri-qanunu basıb çıxartdığı, Əminəni çıxartdığı Cəmilənin atasınındır. Mehriban Əliyeva Cəmilənin anasını da zəhərləyib öldürdü, bunu da deyim. Atasını da öldürəcəkdi deyə qaçırtdılar, onu da deyim. Baxın, orada olan obyektlər, orada Vasif Talıbovun obyektləri var. Oğlunun elə bir Azərbaycan naziri, milyarderi yoxdur ki, onun orada oteli obyekti olmasın. Yaxşı, siz Gürcüstanı belə cənnətə çevirirsiniz, Batumini. Niyə sərmayəni Azərbaycanlılar olan yerlərə qoymursunuz? Niyə Azərbaycan Marnaoliya, Dumanisiya, Bonnisiya, Soğanlığa, oralara qoymursunuz? Ha? Qaraçöpəzada qoymursunuz. Gürcülər olan tərəfə, Batumiyə qoyursunuz. Ha? Niyə bax bu otellərin, buradakıların böyük bir hissəsi Azərbaycan məmurlarınındır? Niyə bax buranı cənnətə çevirirsiniz? şəhər Singapurda deyil. Azərbaycanı cəhənnəmə çevirirsiniz. Niyə bax Bakıda belə yaraşıqlı yoxdur binalar? Niyə baraşıqlı, yaraşıqlı gəzmə? Belə şeylər Bakıda yoxdur. Niyə dəniz qırağında yoxdur? Niyə Nabranda yoxdur? Niyə Bakının çirkli sularını atırsınız? Belə gözəl su yoxdur. Niyə bax belə üzü gülən xalq yoxdur Azərbaycanda? Niyə? Niyə bir dənə heykəl gətirdi qoydu da hər yerdə paltarlı olan heykəli Mehriban Əliyeva lüt gətirdi qoydu Bakıya? Bunlar hamısı Azərbaycan məmurlarının milyardları sərmayəsidir. Çünki öz ölkələri poxdur. Öz ölkələri diktaturadır. Öz ölkələrinə turist gəlmir. Öz ölkələrində bilir ki, hər şey əlindən alacaqlar. Ona görə Gürcüstan və digər ölkələrə yatırım qoyurlar. Baxın, yazıqlar olsun, yazıqlar. Ölkəni poxa döndərdilər. Öz evində ailəsinin uşağını ac saxlayıb, başqa saxladığı qızın evinə bazarlıq eləyən o oğraş kişilər var ha. Öz balasını ac qoyub, ailəsini ac qoyub. Bir də o məşuqəsinin evinə ərzaq, pul, daşıyan, hədiyyə alan kişilər var. Bax, İlham Əliyevinə oğraş kişilərdəndir. Oğraşdır.